Bəli, Rusiya-Ukrayna münaqişəsi fonunda son saatlarda baş verən hadisələr bir daha göstərir ki, qarşıdurma artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır və Rusiyanın digər bölgələrində də təhlükəsizlik riskləri artır və ən son məlumatlara görə Volqaqrad vilayətində pilotsuz uçuş aparatının hücumu nəticəsində 3 nəfər xəsarət alıbdır. Hücum zamanı fərdi yaşayış evlərinə və avtomobillərə ziyan dəyibdir. Həmçinin PUA qalıqlarının bir neçə sənaye müəssisəsinin ərazisinə düşdüyü vurğulanır. Ərazilərdə operativ xidmət orqanları çalışır. Bəzi yerlərdə müvəqqəti yerləşdirmə məntəqələri yaradılıbdır. Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqlarında istifadə olunduğu iddia edilən enerji obyektlərinə qrup zərbəsi endiribdir. Eyni zamanda hava hücumundan müdafiə sistemlərinin gecə ərzində Rusiya regionları üzərində 60-dan çox Ukrayna pilotsuz uçuş aparatını məhv edibdir və məhz onlardan 43-ünün Volqaqrad vilayəti, 12-sinin isə Rostov vilayəti üzərində vurulduğu qeyd olunur. Digər diqqət çəkən məqam Belqorod vilayətindəki vəziyyətlə bağlıdır. Belqorod ərazisində baş verən son hücumdan sonra regional enerji sisteminə zərər dəyibdir və 220 mindən çox sakin elektrik enerjisiz qalıbdır. Hazırda bərpa işləri aparılır və enerji təchizatının mərhələli şəkildə bərpası istiqamətində tədbirlər görülür. Ekspertlərin fikrincə enerji obyektlərinə yönələn zərbələr qarşı tərəfin hərbi logistik imkanlarını zəiflətmək məqsədi daşısa da, nəticədə mülki əhali də birbaşa təsir altına düşür. Bütün hallarda hazırda bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilib və son xəbərlərə görə vəziyyət nəzarətdə saxlanılır.